Heç zaman silahsız insanları hədəfə almadım. Hər bir təbii fəlakət miqyasına görə dəhşətli olsa da, müharibə kimi faciəvi deyil. İnsan iradəsindən kənar, qarşısı alınmaz hadisə kədərli olsa da, təbii qarşılanır. Müharibə, bəşər övladının indiyədək üzləşdiyi ən dəhşətli faciədir. Müharibə insanlığın bitdiyi andır. İnsan öz resurs və əqli potensialını şüurlu şəkildə müharibəyə yönəldir ki, bir-birinə qənim kəsilsin. Yaradılmışların ən layiqlisi olan insan bu dərəcə vəhşi aura ilə əhatə olunub. Təxmini hesablamalara görə indiyədək müharibələrdə 1 milyard insan həlak olub. Elm və tərəqqinin müharibəyə cəlb edilməsi həvəsi deyəsən, qiyamətədək biz insanları tərk etməyəcək. Ən dəhşətlisi mənəviyyatın zədələnməsidir. Müharibə sindromu deyilən bir anlayış da var. Müharibə sindromu deyilən bir anlayış da var ki, savaşda iştirak edən və eləcə də bütünlükdə cəmiyyət normal həyata qayıtmaq üçün uzun illər reabilitasiya dövrünü keçməyə məhkumdur. Öldürmək, məhv eləmək, nifrət insanın düşüncə tərzinə və əxlaqına hakim kəsilmişdisə, korlanmış bu psixoloji keyfiyyətlərə üstün gəlmək üçün zamana ehtiyac yaranır. Yalnız negativ enerji ilə yüklənmiş insan beyninin dərinliklərinə nüfuz etmək mümkün olsaydı və orada olan boşluğu görən digər birisi bu boşluqdan dəhşətə gələrdi. Ədəbiyyat və tarix dərslikləri üçün qəhrəmanlıq, düşmənə nifrət, barışmazlıq kimi epitetlər yüksək pafosla tərənnüm edilir. Döyüşən tərəflər üçün bu mütləq motivasiyadır. Döyüşdə hər bir kəsə xüsusi qürur verən odur ki, o, qarşı tərəfin nə qədər canlı qüvvəsini məhv edib, insan iştirak etdiyi savaşı ədalətli, həlak olan yoldaşlarını şəhid sandığı halda qarşı tərəfin öldürülən əskərlərini işğalçı kimi qəbul edərək, onların məhvini istər dini baxımdan, istərsə də onlara aşılanmış təbliğatın nəticələrinə əsasən qanuna uyğun sanır. Maraqlıdır ki, hər bir tərəf özünün haqq yolunda olub, şəhid olacağı təqdirdə cənnətə düşəcəyini, amma düşmənin cəhənnəm alovunda əbədi yanacağına inanır. Hələ elə bir müharibə olmayıb ki, təcavüzkar ordunun əskəri özünü işğalçı kimi qəbul eləsin. İstənilən halda hansısa ad altında motivasiya olunaraq özlərini haqlı sayırlar. Bu isə müharibənin ayrılmaz komponenti sayılan informasiya və təbliğat vasitəsinin nəticəsidir ki, predmet olaraq geniş tədqiqata ehtiyacı olan mövzudur. Əskər ölümü istənilən tərəf üçün faciədən daha çox statistikaya xidmət edir. Müharibə illərində heç zaman fərqində olmadım ki, öldürdüyüm düşmən əskərləri bizdə olduğu kimi, şəhid kimi qarşılanır. Bunu anlamağa həmin dövrün ab-havası, aqressiv ritorika imkan vermirdi. Bu müharibə dövrünün tələbidir və həmişə belə olacaq. Sənə hücum edən düşmənlə bu sayaq rəftar tam təbiidir. Savaş zamanı insanlıq hissləri arxa plana keçir. Amma insanın iç dünyasının açılmasında müharibənin xüsusi xidmətləri də var. İnsanın daxili aləmi, mənəviyyatı və hətta onun özünə belə bağlı bütün gizli potensialı məhz müharibə zamanı biruza verir. Müharibə sözdən əmələ keçid üçün açıq meydandır. Düzünə qalsa, bu insanda bir qədər də xoş olmayan hisslər oyadır. Çünki məhz bu zaman yaxından tanıdığın və tanımadığın insanların daxili aləmi bəzən məyusluq, bəzən də heyrət hissi doğurur. Lakin məni ən çox maraqlandıran başqa bir mövzudur. Düşmənə qarşı amansızlıq düşüncəsi ilə yüklənmiş döyüşçü nə dərəcə mənəvi əxlaq prinsiplərinə sadiq qala bilər. Başqa sözlə, düşmənə qarşı aşırı nifrət qırmızı xətti adlamamağa sərhəd qoyurmu?
İnsan həyatının statistikaya çevrildiyi müharibə, insan həyatının mənasız hala salındığı müharibədə insani dəyərlər barədə düşünməyə dəyərmi? Və yalnız uzun illər sonra bu cür mürəkkəb fikir burluğanına baş vurarkən, zamanında insan hansı mənəvi kriteriyaların daşıyıcısı olduğunu anlayır. Bu, heç bir təbliğatla, mühitə görə formalaşan düşüncə tərzi ilə, anlayışlarla kompensasiya oluna bilməz. Zamanında etdiyin hər hansı düzgün olmayan addıma görə vicdan əzabı çəkirsənsə, bu da təqdirə layiq haldır. Uzun illərdir ki, məni narahat eləyən bir suala cavab axtarışındayam. Yuxarıda söylədiklərimə əsasən mən qırmızı xətti keçməmişəm ki, olub keçənləri ən xırda detallarına görə analiz eləyərkən bu qərara gəlmişəm ki, şükürlər olsun ki, vicdan əzabı çəkməyimə heç bir epizod yoxdur. Düşmənə qarşı hədsiz nifrətin yalnız bizə qarşı silah qaldıranlara yönəldi. Heç zaman silahsız insanları hədəfə almadım. Əməliyyat zonasında mülki ermənilərin mövcud olması çox ciddi problem yaratdığı halda, təsərrüfat qayğıları ilə məşğul olan qadınların və ya çobanın zərərsizləşdirilməsini heç zaman xəyalımdan keçirmədim. Gözə görünməzlik ən doğru seçim oldu. Yaralanmış və ya əsir götürülmüş erməni döyüşçüsü mənim maraq dairəmdə deyildi. Zəif, müqavimət göstərmək imkanına malik olmayan düşmənə gücünü göstərmək özü zəiflik əlamətidir. Kəşfiyyat diversiya əməliyyatlarından birində gecənin qaranlığında ən yaxın məsafədən məhv etdiyim erməni döyüşçülərinin arasında 18-19 yaşlarında bir erməni gənci də vardı. Bunu onun bizdən xəbərsiz olaraq qışqırıqlarından, səsindən də təyin etmək olardı. O gəncin səsi hələ də qulaqlarımdan getmir. Tamamilə müharibə qanunlarına uyğun hərəkət etmişdim və indi də bunu eləməyə hazıram. Amma hər halda gənc idi. Onun ölümündə mən günahkar deyildim. Həmin gənc də öz doğma torpaqlarının müdafiəsində qəhrəmancasına şəhid olmuşdu kimi yada salınır. Birinci Dünya müharibəsindən sonra tarixdə çox böyük insan itkisi ilə nəticələnən Çanaqqala vuruşmasının şəhidləri böyük sayğı ilə yada salınır. Burada təkcə türk əsgərləri yox, həm də ingilis və fransız əsgərləri də yüksək ehtiramla torpağa tapşırılıb. Atatürk'ün təbiri ilə desək, onlar da öz xalqları üçün şəhid hesab edilir. Zaman keçdikcə əvvəllər səni qürrələndirən düşmənə qarşı amansızlığı tədricən düşmənə qarşı göstərdiyin mərhəmət hissləri və bundan doğan əməl epizodları əvəzləmək istəyir. Əlbəttə, əgər belə epizodlar varsa, milli qəhrəman kimi ümumxalq sevgisini və dövlətin qayğısını hər zaman üzərimdə hiss etməyim mənə qürur hissi gətirir. Amma milli qəhrəman olmazdan öncə hər bir insan sadəcə insandır. Onun da daxili aləmi var. Onun da bəzən ziddiyyətli fikirlər ola bilər. Bir fikri də bölüşmək istərdim. Hər bir xalq tarixi qəhrəmanları ilə fəxr edir. Yeni qəhrəmanların meydana gələcəyini deyirik. Bəs qəhrəmanlar hansı dövrdə doğulur? Əfsuslar olsun ki, güclü ordunun qəhrəmanları olmur. Əgər ordunun ayrı-ayrı komponentləri üzərinə düşən vəzifəni peşəkarcasına yerinə yetirirsə və bunun nəticəsində döyüş və ya əməliyyat müvəffəqiyyətlə bitirsə, kimsə fərdi qaydada qəhrəmanlıq göstərə bilməz. Ordunu bu hala gətirən güclü dövlət, güclü iqtisadiyyat, güclü liderdir. Qəhrəmanlar o zaman peyda olur ki, dövlət, ordu, cəmiyyət zəif olur və düşmənə qarşı müqavimət yalnız ayrı-ayrı fərdlərin ümidinə qalır. Gələcəkdə yeni qəhrəmanların doğulacağını eşitmək qürur verirsə də, digər tərəfdən yuxarıda söylədiyim mövzu da aktual olaraq qalacaq. Olmazmı ki, biz gələcəkdə qəhrəman arzulamayaq? Hər zaman qəhrəmanlıq etməyə hazır oğullar yetişdirək. Elə bir güclü dövlətə və orduya malik olaq ki, qiyamətədək heç kim bizlə savaş aparmağı xəyalına da gətirməsin. Yetər ki, müharibə olmasın. Ədəbiyyat və tarix kitabları üçün lazımi qədər mövzu tapılar.
Mən sağ ikən milli qəhrəman adına layiq görülmüş sonuncu Azərbaycan vətəndaşıyam. Hər şey sülh, əminamanlıq, firavan həyat naminə olsun. Xalqımız daha heç zaman müharibə ilə sınağa çəkilməsin. Daha heç zaman qəhrəmanlara ehtiyac duyulmasın. İbad Hüseynov, Azərbaycanın milli qəhrəmanı.